Bloku hər kəs daşıya bilməz. Amma mən riski sevirəm. Bu nə mən? Sizdə aşıq olun. Biraz da sirli baxışlar. Aşırı parıltının ziyanı yoxdur. Gəlib birlikdə seçək. Gəlin yola. Bu kolleksiya sevgi və cəsarət istəyir. Cəmi 6 ay sürdüyüm maşını dəyişmək qərarına gəldim. Prinsesalarımı, gözəl qızlarımı ən çox maraqlandıran sual bilirsiniz nə idi? Lynk & Co 06 modeli. Direktimə o qədər sual yazmışsınız, o qədər maraqlanırsınız ki, dedim bir günlükdə olsa 09 modelini, yəni öz maşınımı 06-ya dəyişirəm. 06 xətt aşağıda. 09-la açarları belə eynidir. Amma bu özüdür. Lynk & Co 06. Bilirsiniz ki, yollarda bəzən problemlər olur. 09-u artıq görmüsünüz, qabaritlidir, vahiməlidir. 06-ya əyləşdikdə elə bildim ki, həmin problemləri yaşayacağam. Amma heç də elə olmadı. Gördüyünüz kimi yol verirlər, sıxmırlar. Bilirsiniz niyə? Çünki çox bahalı görüntüsü var. Bir sözlə premiumdur. Baxın, çöldən kompakt görünsə də, amma salon çox genişdir. 09 modelində 3 sıra oturacaq və geniş salon var. Mən hal-hazırda bütün əşyalarımı 06 modelinə gətirmişəm və gördüyünüz kimi rahatlıqla bura yerləşmişəm. Heç də kiçik deyil, normal yük bölməsidir. Görün nə qədər əşya yığmışam. İstər 06 modeli olsun, istər 09 modeli olsun, ümumiyyətlə Lynk & Co sahibisənsə, açarından tutmuş hər bir detalına qədər o premiumu hiss eləyirsən. Bir sözlə, brend sürdüyünün həzzini yaşayırsan. Mən öz avtomobilimi rəsmi servisdən, rəsmi zəmanətlə almışam. Onu da deyim ki, hər ay çox maraqlı tədbirlər keçirirlər. Hələ müştərilərinə göndərdikləri hədiyyələri demirəm. Bir-birindən gözəldir. Belə, məndən məlumat hələ ki bu qədər. Çox sağ olun ki, sizin sayənizdə 06 modelində test elədim. Ətraflı məlumat almaq istəyirsinizsə, servizə yaxınlaşa bilərsiniz və yaxud da səhifəni qeyd edəcəm, elə özlərinə yaza bilərsiniz. Hələlik. Pul saxlaya bilmirsiniz. Elə mən də pul saxlaya bilmirəm, çünki yeni məhsullar almışam. Gəlin biraz fırçalardan danışaq. Ressapdan fırça dəsti, makiyajı sabitləmək üçün pudra fırçası. Tonal kremi üzünüzdə çox gözəl tətbiq eləyə bilərsiniz, yaya bilərsiniz, korreksiya da eləyə bilərsiniz. Fırçayla üzünüzə həm baza çəkə bilərsiniz, gözaltı pudranı da süpürə bilərsiniz. Əliyinizdə də istifadə eləyə bilərsiniz. Həm pudra, highlighterı çox gözəl tətbiq eləyə bilərsiniz. Göz altı konsileri üçün mən nə qədər fırça almışam. Hamısı uğurlu olmuş. Bu çox gözəldir. Bu fırçaların hər birini isə göz makiyajında istifadə eləyə bilərsiniz. Ən gözəl liner hansı fırçayla çəkirlər? Biri biraz maili, digəri isə düzdür. Əlinizin işindən asılıdır. Hər ikisindən çox gözəl liner çəkə bilərsiniz. Yeni nəsil sponge pudra üçün çox şirindir. Fırçalarımızın daha uzun ömürlü olmağını istəyiriksə, xüsusi sabundan və belə bir silikon başlıqdan istifadə eləyə bilərsiniz. Başqa nəyi sınayım? Fikirləriniz varsa postun altına qeyd edin. Чужая тишина, я скучаю по тебе, без надежды, без слов, между нами зима и устав. Mahnının sözlərini versin, mən əzbərliyim. Если любовь это тихий след, он во мне останется навсегда. Мы потерялись не в километрах, а в недосказанных словах. Слишком поздно искать ответы, но слишком больно забывать. Я скучаю по тебе, как пустые дома.
I nie zbywszy się z tym. Legal. Necip bir şey istiyorsunuz? Gösterin bana. En sade, çok sade bu. Ne dedi ki? Ne? O demək istədi ki, yəni elə ən çətini budur. Mən sənə tərcümə edeyim. Oldu. Adı nedir? Fatimə. Qız döndü oğlan. Oya ikisi birlikdə. Seçdiyin nəsə obraz var? Yoxdur, sizə buraxıram, hər şey sizə güvənirəm. Xüsusi istədiklərin. Xüsusi istədiyim sadəcə rəngim qaralmasın bu qədər. Qaralmasın adam. Bu qədər. Tamam. Gözlərində Aha, qarışdırmalar gözlərim var. qaralır. Əlbəttə ki, bütün detalları yalnız özüm işləyirəm. Köməkçilər qətiyyən işləmir və gəlin bütün istəklərini nəzərə alıram. Mən indi salondan bir rahat danışa bilmirəm ona görə. Seçdiyi obraz ona çox gözəl yaraşır. Zəif, amma bir o qədər də cazibədar bir obrazdır. Əminəm ki, heç vaxt peşman olmayacaq. Alo. Seçdiyim tonlar bir-birini çox gözəl tamamlayır. Həmçinin saç rənginin də çox uyğundur. Əlliyin, parıltının, gözdəki vurğunun yaraşdırır xanımlardan. Bitti. Çox qəşəngdir. Çox gözəlsin həqiqətən. Sağ olun, əllərinizə. Və deyim ki, hər gəlin istəmir gözümün qara olmağını, amma sənə çox yaraşır. Çox sağ olun, çox sağ olun hər şey üçün. Sən sağ ol. Xoşbəxt ol inşallah.